bir ailə idi, bir xanım idi. Evində çox problemlər yaşamışdı. Baskı altında çox narahat eləmişlər, şəxsiyyətini elə bir imkan verməmişlər. Bir söz desin, söz soruşsun. Belə bir mühitdə yaşamış. O dedi, mən ailə qurandan sonra tam başqa bir həyatım olacaq, yeni bir həyata başlayacağam. Sonra ailə qurandan sonra başqa bir problemlə özləşmişdi. Bu problemi mənə danışırlar, mən də onun problemin hardan qaynaqlandığını deyim. İndi elə belə yetişmişdi ki, həyat yoldaşı nə deyirdi, hətta xeyrinə də olsa belə özünü təsdiq eləmək üçün əksinə yerdi. Çünki keçmişində belə bir travma almışdı, travmanı qəbul eləməsəydi ki, mənə imkan verməyiblər söz deməyə, mən bir fikir səsləndirə bilməmişəm, bundan sonra ailə qururam, hətta xeyrinə də belə fikir səsləndirilir. O dediyinə görə artıq qəbul eləmir. Niyə? Özünü təsdiq eləmək istəyir. Mənim fikrim bu idi ki, o keçmişində sən yaşadığın o problemlər, əlbəttə problemdir tutaq ki, amma onun həll yolu bu deyil. Yaşadığın, üzləşdiyin o problem, onu həll eləmək lazım idi, o keçmişdə olan nöqtəni və indi o nöqtə həll olmayıb, yəni gələcəyə də səhv addımlarına addım atmağa başlayır. O nöqtə travmadır. O nöqtə travma idi. Travmada bir ziddiyyət var. O ziddiyyət odur ki, bu tərk etməyi də istəmir. Həm istəyir yaxınlaşsın, həm də istəyir uzaqlaşsın. Ona görə travmatik insanlar görürsən, birini ailə qurmaq istəyəndə kəskin surətdə yaxınlaşır və anidən onu bir də görürsən tərk eləyir. Ona görə ki, bu düşünür ki, bu tərəfdən istəyir yaxınlaşsın. Ancaq bu tərəfdən də deyir, yaxınlaşmaq təhlükədir. Mən yaxınlaşacağam, sonra bu mənə yenə də xəyanət eləyəcək, yenə də o acını yaşayacağam. Ona görə bir müddət irəli gedir, hansı bir ünsiyyətin üstünə, ancaq bir də görürsən, kəskin şəkildə uzaqlaşır. Bir də travmatik insanlarda belə bir xüsusiyyət var. Tez sevirlər və tez bir zamanda da böyük dostluq ifadələri işlədirlər. Bir həftədə sizi tanıyıram, deyirəm ki, sizdən yaxşı bir insan görməmişəm. Bu travmanın əlamətidir. Və yaxud da qız oğlan bir ünsiyyət qurublar, bir həftə ərzində sən nə tanıya bilərsən? Oğlan deyir ki, sənin üçün dəli divanəyəm. Yəni, qısa bir müddətdə... sonra deyəcəyi sözü 2 günə deyir. Ay, o spirə... Orada səbir eləmək lazımdır. Səbiri orada eləmək lazımdır. Onlar uzaqlaşırlar. Uzaqlaşırlar. Yəni, bir həftədən sonra, bu bir həftə belə bir söz deyir, bir həftədən sonra bu sözü dedi. Bir 5 gündən sonra görürsən ki, anidən ünsiyyəti bu adam rahat kəsə bilir. Gəlin indi məntiqi sonluğa gələk. Niyə bəzi insanlar travmadan sonra çökür, post-travmatik dönəmdə və özləri üçün inkişaf eləməyə başlayır? Bu yenə də düşüncəyə bağlıdır. Sənin travmanın yaxşı tərəfinə gələk. Etiqadına bağlı. Yaxşı tərəfindən mən bunu deyə bilərəm. Ümumiyyətlə, o travma bizə lazımdırmı? Bəli, travma bizə lazımdır. Travma bizi oyatmaq üçün, bəzən həyatımızı 180 dərəcə dəyişmək üçün bizə o travma ağrı lazımdır. Tolstoyun bir əsəri var, Hərb və Sülh. Orada Pierre'in həyatından danışır. Baş qəhrəmanı edama məhkum edirlər və bundan qabaq 5 nəfəri edam edirlər. 6-cı budur. Buna çatanda bunu əhv edirlər. O onsuz da zaten ölüb də orada. Bu orada öldü. Bu ölümlə görüşdü. Artıq əmin idi ki, öləcək. Birdən-birə bunu bağışladılar. Adamın həyatı dəyişir. Və əsərin elə bil ki, 3-dən 2-si artıq o travmadan sonraki həyatına həsr olunub. Tolstoy o boyda neçə, yəni 1000 sözlü bir kitab yazıb. Hamısında bunun üzərində qurur. Travmadan əvvəlki mən və travmadan sonraki mən. Deməli, travma bizə lazımdır. Travma bizi həyata baxmağa tamam başqa bir şeydən gəlir. Və deyirlər ki, psixoloqların əksəriyyəti psixologiyaya travmalarına görə gəliblər. Bir də özlərini müalicə eləmək üçün. Ən dahi psixoloqlar, Albert Ellis, Sigmund Freud'in özü, sonra Aaron Beck, bütün böyük psixoloqlar baxıb görürsən ki, həyatında Irving Yalom'un özü ciddi bir problem yaşayıblar. Sonra deyirlər ki, mən kiməm bu travmanı yaşadım, bir bunu həll edeyim. Deməli, travma lazımdırmı? Mənə görə travma lazımdır. Travmasız sən bir oyanışa çata bilməzsin. Mən bir məsələyə biraz da belə baxıram. Bəlkə də fərqli deyil, eyni düşünürük. Bəzi insanlar o hadisələrdə heç travma da almır. Hadisələrə istiqamət verir. Ruhu o qədər böyükdür ki, belə deyək, istiqamət verib təhdidi fürsətə çevirə bilir. Problemi öz xeyrinə də çevirə bilir.